Sizə qısa bir topik. Treble City, Yuprankesi, Treble Bavariya City. hansı daha güclüdür və Treble niyə? City. Buyurun əsaslandırın. Məsələn, niyə görə Treble City daha? Ben niye Bavariya yaxşı? Bavariya heç kimi tanımırdı, rəqib tanımırdı. City O Bavariya və rəqib Best tanımırdı bura. Tanı olsun da. City dirəşi çıxdı ya finala. sən- Real'la nə qədər dirəşdilər? Şeydir, necə tanımır? Dortmunddan şey oynayıblar finalda. O tanımırdı. Finaldır rəqibi. da bura. Olsun da tanımır deyirsən. Interdən şey oynamırdı. Kim? Inter City. finalda Bavariyanı da qarmışdı 2-0. Necə lazımdır? Amma Inter. Aha. City orada Lukaku biraz başını əysəydi. Ada biraz City əysəydi, yox idi biraz bura. belə eləsəydi. Allah City 30 dəqiqə Inter, sən prosta Interin xeytirsən. Mən də Interin xeytirəm. Bavariyadan gedir söhbət. Amma City-dən qulaq Interin as da, yasalırsan. sən deyirsən ki, finalda orada Dortmundla dirəşib. Mən deyirəm ki, City isə burada Interlə dirəşib. Finalda dirəşməlidirlər də alada. Dirəşsin də. Okey, finalda. Finalda dirəşməyən komanda ancaq Liverpool City idi. gol vurdu. Aha. Lazım nəticəni əldə eləyib. Bavariya isə ala Dortmunda 1-1, ala ora bir yəni Robben olmasaydı axırda Gör necə gözəl City. Patka ilə Ribery Sonra da həmin dabanla oyunçu da pas. gol vuran oyunçu getdi qızıl top da götürdü.